Türkiyənin Şanlıurfa şəhərində yerləşən və dünyanın ən qədim arxeoloji abidələrindən sayılan Karahan Təpə Neolit dövrü məkanı qoruyucu dam örtüyü ilə təchiz ediləcək. Bu layihə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən və ölkə boyunca qazıntı və bərpa işlərini bütün fəsillər ərzində davam etdirməyi hədəfləyən Gələcək üçün İrs proqramı çərçivəsində icra olunur. Son dam örtüyü təşəbbüsü Karahan Təpənin minilliklər boyu qorunub saxlanılmış irsini mühafizə edəcək və onun gələcək nəsillərə ötürülməsini təmin edəcək. Statinfonun məlumatına görə təxminən 5000 kvadrat metr sahəni əhatə edəcək bu dam örtüyü tarixi məkanı təbii təsirlərdən qorumaq üçün nəzərdə tutulub. Dalğavari forması relyeflə üzvü harmoniya yaradır və eyni zamanda açıq sahələr sayəsində təbii ventilyasiya təmin edərək daxili mühiti daha komfortlu edir. Modul konstruksiya isə ərazinin orijinal strukturuna toxunmadan dayaqların sayını minimuma endirməklə estetik və funksional tarazlığı qoruyacaq. Bundan əlavə, bu dizayn gələcəkdə aparılacaq yeni qazıntılara uyğun genişləndirmə və adaptasiya imkanları yaradacaq. Eramızdan əvvəl 9-cu minilliyə aid olan Karahan Təpə Türkiyənin mədəni irsinin davamlılığını təmin edən ən mühüm arxeoloji layihələrdən biri Taştəpələr çərçivəsində tətbiq olunur. Taştəpələr Şanlıurfa və ətraf bölgələri əhatə edən Neolit dövründə böyük icmaların daimi məskən saldığı və xüsusi məqsədlərlə monumental tikililər inşa etdiyi bir ərazini ifadə edir. Bu bölgəyə Göbəklik Təpə və Karahan Təpə kimi dünya miqyasında məşhur olan abidələrlə yanaşı Sayburç, Səfər-Təpə, Harbestuvan Təpəsi, Gürcü Təpə, Çaxmaq Təpə, Medik, Qurd Təpəsi, Taşlı Təpə, Ayanlar, Yoğunburç və Yeni Məhəllə kimi bir çox arxeoloji məkanlar da daxildir. Hazırda layihə çərçivəsində bu ərazilərdən 9-unda qazıntı işləri davam etdirilir. Karahan Təpədə səthdə görülən yüzlərlə dik daşın olduğu ərazidə aparılan tədqiqatlar mühüm arxeoloji kəşflərlə nəticələnib. Burada insan və heyvan fiqurları ilə bəzədilmiş ictimai binalar, eləcə də Göbəklik Təpədəki monumental quruluşlarla oxşarlıq təşkil edən abidələr aşkarlanıb. Ən son tapıntılardan biri isə ötən yay aşkar edilən hərəkət halında təsvir olunmuş vəhşi uzunqulaq oyma relyefi olub. Bu cür qeyri-adi kəşflər sayəsində Karahan Təpə 2023-cü ildə Çində keçirilən Şanxay Arxeologiya Forumunda dünyanın ən mühüm 9 sahə tədqiqatı və araşdırma layihəsindən biri seçilib.